babam mənə şahmat oynamağı öyrədibdi. Beləliklə mən 5 yaşımdan şahmat oynamışam. Babamın sayəsində şahmatda bir neçə ciddi uğurlar əldə etmişəm. Babam da mənim bir neçə turnirlərə özü ilə aparıb. Mən babamı çox sevirəm. Atam mənim qəhrəmanımdır. Mən onunla nəinki bir ziyalı kimi, eyni zamanda bir ata kimi hər zaman fəxr etmişəm, eyni zamanda onu təqdir etmişəm. Hər zaman bizim seçimlərimizə hörmətlə yanaşdığı üçün, anlayışla qarşıladığı üçün, hətta illər öncə, 15 il əvvəl belə bizim xaricdə təhsil arzumuza hörmətlə yanaşdığı və bizi dəstəklədiyi üçün ona çox minnətdaram. İlk dəfə 15 il əvvəl xaricdə təhsil almaq istədiyimi deyəndə bir çoxları buna qarşı çıxsa da, məni tək atam dəstəklədi və mənə sadəcə inandığını söylədi. Bu mənim üçün çox böyük bir şey idi və mən bu hissləri yaşayaraq və onun sözlərinə inanaraq yola çıxdım. Və hər zaman hər hansı bir təhsillə bağlı və yaxud hər hansı bir çətinliyimizdə ilk məsləhəti atamdan alırıq. Çünki ən azından düzgün olmasa belə, yəni bəlkə də onu arzulamadığı bir şey olsa belə, ilk öncə səbirlə dinləməyi bacarır, anlayışla qarşılamağı bacarır. Daha sonra isə öz fikrini əsaslandıraraq mən belə məsləhət bilərdim deyərək artıq öz fikrini bildirir. Bu bir qız övladı üçün əlbəttə ata ilə olan bağı çox önəmlidir və bunun belə olması isə daha çox önəmlidir. Nəinki ilk başdan etiraz etməsi. Və ona görə də biz duyğularımızı, ilk öncə hər hansı bir sözümüzü, hər hansı bir fikrimizi, ideyamızı ilk öncə atamla paylaşırıq. Daha sonra onun məsləhəti olarsa, yəni o cümləsindən artıq anlaya bilirik. O məsləhət görər və yaxud görməzsə də niyə görməz. Ondan sonra isə biz onu reallaşdırmağa çalışırıq. Buna görə də mən həqiqətən atamla az öncə dediyim kimi bir ziyalı kimi deyil, bir ata kimi fəxr edirəm və hər kəsə də atama bütün həyatında və işlərində bundan sonra sadəcə can sağlığı arzulayıram, uzun ömür, sağlam həyat arzulayıram ki, bundan sonra bizə necə gözəl ata oldu, öz nəvələri ilə də gözəl vaxt keçirsin, gözəl zaman keçirsin. Əsgər müəllimlə tanışlığımız Azərbaycan Dillər Universitetinə qədər uzanır. Mən özüm Dillər Universitetində tədris almışam və bu müddət ərzində Əsgər müəllimi ilk orada tanıma imkanım olub. Əsgər müəllim ümumiyyətlə müəllim professor heyəti arasında öz səmiyyəti ilə tələbələrə qarşı xoş münasibəti və vətənpərvərliyi ilə seçilən professorlardan biri olub. Səbinə xanımla ailə həyatı qurduqdan sonra Əsgər müəllimi daha yaxından tanıma imkanım olub. Əsgər müəllim Azərbaycan elmi üçün xüsusi töhfə vermiş insanlardan birisidir və ona gələcək yaradıcılıq həyatında bol-bol uğurlar arzu edirəm. Görə Azərbaycanlı ailədə doğulmaq ən gözəl mənəvi dəyərlərə sahib olmaq deməkdir. Bu baxımdan özümü çox şanslı sayıram ki, mən belə bir Azərbaycanlı dəyərlərini, ailə dəyərlərini qoruyan bir ailədə doğulmuşam. Buna görə mən valideynlərimə çox minnətdaram təbii ki. Onlar təkcə bizi bu dəyərlərlə böyütmədilər, həm də istər elm sferasında, istər mədəniyyət sferasında bizi yönləndirən əsas insanlar oldular. Xüsusilə mənim rəssamlıq sahəmə gəlməyimdə atamın böyük bir dəstəyi var. Baxmayaraq ki, yaradıcılıq bacarığımı anamdan götürsəm də, amma bu yolda əsas dəstəyi atamdan almışam. Ona görə məni
bu istiqamətdə hər zaman, yəni dəstəklədiklərinə görə mən öz minnətdarlığımı bildirirəm və həmçinin baxmayaraq ki, mənim atamın elm sferasında olmasına baxmayaraq və hər çətinliklərini gördüyümə rəğmən hər zaman deyirdim ki, mən atam kimi elm adamı olmayacağam. Amma bu ailədə yoğrulmaq, bu ziyalı ailəsində doğulmaq özü sanki vadar etdi ki, bu gün mən fəlsəfə elmləri doktora namizədliyini əldə elədim. Bu da düşünürəm ki, atamın doğru düzgün yol istiqamət verməyinin nəticəsində oldu. Və atamın təkcə mən deyərdim ki, dostluq baxımından da təkcə valideyn kimi, bir dost kimi də çox yaxın bir münasibətimiz oldu. O mənə təkcə atalıq deyil, həm də hər zaman deyərdi, yol yoldaşı dostum. Çünki kiçik yaşlarımdan atamla daha çox ziyalılarla görüşləri birlikdə gedərdik. Daha çox bu sferada, bu atmosferdə olan insanlarla, istər də mədəniyyət sferasında olan insanlarla söhbətlərimiz, görüşlərimiz birgə olardı. Və bəlkə də bu baxımdandır ki, bugünkü gündə məni mən kimi formalaşdırmağa böyük təkan oldu. Və fərqindəyəm ki, bir zamanlar hətta kiçik yaşlarımın olmasına baxmayaraq atamla Mustafa bəy Topçubaşovdan, Əhməd Cəmildən, Əziz Əliyevdən və belə Qəhrəmanovdan və bu kimi silsilə bir çox Azərbaycan sənətinə, Azərbaycan elminə töhfələri olmuş insanlardan söhbətlər açardıq. Və mən xatırlayıram ki, atamın mənə istiqamət verdiyi kitablardan biri fəlsəfi kitablar oldu ki, hansı ki, bu da həyatımda müəyyən bir dönəmə gətirib çıxardı və buna görə də ayrıca təşəkkür edirəm ki, öz yolumu seçmək üçün o mənə sanki bir mayak oldu. Və digər, belə desək, təşəkkür olaraq atama sanki bir minnətdarlıq borcum var idi. Zaman gəldi, təbii ki, öz ailəmizdə gördüyümüz o dəyərləri biz də artıq öz ailəmizə tətbiq etməyə başladıq və artıq bizim atamın nəvəsi, qızım Nərgiz dünyaya gəldi və ona Nərgizin nağılı deyə kitab həsr eləməli oldum. Çox şadam ki, bəlkə də elə atamın bu istiqamətə, bu yola gətirdiyinə görə, hər zaman bu sahədə mənə dəstək olduğuna görə sanki bir mənəvi borcum oldu ki, o kitabı məhz Əsgər Zeynalova ithaf edim. Bu baxımdan da mən düşünürəm ki, bu yolda hər zaman atam mənə dəstəkçidir və bununla kifayətlənməyib, hətta yaradıcı bir istiqamətdə də öz məsləhətlərini, öz dəstəyini əsirgəməməkdədir. Və deyim ki, atam Əsgər Zeynalov həqiqətən də elə bir şəxsdir, elə bir şəxsiyyətdir ki, o bütün sferalara sanki uyur. Bütün sferalardan anlayışı var və doğru düzgün istiqamətləndirməyi də bacarır. Mən deyim, uşaqlıqdan